Hörmətli tamaşaçılar, bugün biz Aşıq Ələsgər adını tutub gəlmişik. Bugün biz Aşıq Ələsgərin ruhunu şad eləmək məqsədi ilə yığılmışıq. Aşıq Ələsgər deyəndə biz həmişə sazlı sözlü Göyçəni düşünmüşük. Göyçə deyəndə həmişə Aşıq Ələsgəri düşünmüşük. Bugün biz desək ki, Aşıq Ələsgər ocağındayıq, bəlkə də həm səhv eləmiş olarıq, həm də düz demiş olarıq. Səhv eləmiş olarıq ona görə ki, bu saat Göyçədə Aşıq Ələsgərin müqəddəs məzarından başqa, bir də Ələsgərlə bir yerdə uyuyan ruhlardan başqa heç bir Göyçəli yoxdur Göyçədə. Hamısı bununla ikinci dəfədir, 18-ci ildən sonra, bir də 1988-ci ildə 2 dəfə Göyçə pərən oldu öz üstü ocaqlarından. Bugün biz şəxsən Aşıq Ələsgər adı ilə Zinət nənənin başına toplaşmışıq. Biz hal-hazırda söhbətimizi Aşıq Ələsgər ocağı desək də, xəyalən Aşıq Ələsgər ocağındayıq. Biz Daşkəsənin Bayan kəndindəyik. Yəni, Aşıq Ələsgərin nəslinin bir qrupu da Ağkəsə kəndinin sakinləri Bayan kəndində məskunlaşıb. Mən bugün söhbəti elə bir vaxtda aparıram ki, Aşıq Ələsgərdən söz açıb, burada saz çalmamaq, sazın səsini necə deyərlər, eşitdirməmək bəlkə də böyük günah olardı. Amma bir həqiqəti xatırlatmaq istəyirəm ki, Aşıq Ələsgər ocağından bugün böyük bir itki verdik. Yəni, Aşıq Ələsgər ocağında Aşıq Ələsgərdən sonra güzülü şeir deyən Növrəsiman yadigarı, Növrəsimanın bacısı oğlu şair İsmixan Məmmədovu itirmişik. Və bəlkə də bu görüşün belə tezləşməsinə rəhmətli İsmixan müəllimin ölümü oldu. Biz insanlarda qəribə bir xüsusiyyət var. Həmişə nəyisə səhərlərə saxlayırıq. Allahın da səhərləri tutarmır. Bəzən də elə bir itkilər veririk. İtki verəndən sonra onun yerini axtarırıq, amma çox təəssüflər ki, heç bir gedən qayıtmır. Bu baxımdan bizim bu görüşümüz ona görə maraqlıdır ki, dinləyicilər üçün tarixən bizim çox qəhrəmanlarımız olub, Koroğlumuz olub, Babəkimiz olub, aşıq sənətində çox aşıqlarımız olub, sonuncu haqq aşığımız Aşıq Ələsgər olub. Bəzən o tarixi qəhrəmanlar, aşıqlar haqqında danışanda elə şirin-şirin danışırlar. Hardasa həqiqətən çox bunun biz nağıl adlandırırıq, dastan adlandırırıq. Deyirik ki, hər hansısa bir aşığın bəzəməsidir. Amma bugün Aşıq Ələsgərin həyatı doğrudan həqiqətən nağıllar aləmidir. Və bugün də mənim əsas məqsədim odur ki, indiyə kimi bəlkə də hansısa səbəbdən Aşıq Ələsgərin şəhidlərini danışdıran olmuyor, onu lentə alan olmuyor. Bugün Aşıq Ələsgərin yeganə görən, yeganə bir adam Aşıq Ələsgərin gəlini Zinət nənədir. Bugün hansıdır ki, biz Aşıq Ələsgər adını tutub Zinət nənənin ətrafına yığılmışıq. Bugün Zinət nənəni söhbət elətməklə ağırlı, acılı, xoş günləri, Göyçənin toylu-busatlı günlərini xatırlamaqla xəyalən Göyçəyə qayıtmaq istəyirik. Bugün Zinət nənənin söhbətinin ilə yanaşı biz dedim Zinət nənə Aşıq Ələsgər ocağının, Aşıq Ələsgəri daha doğrusu görən sonuncu adamdır və bununla bərabər söhbətimiz həm də ona görə biraz maraqlıdır ki, həm də Aşıq Ələsgər ocağının sonuncu şəhidi, sonuncu Göyçənin sonuncu şəhidi xanlarda məskunlaşmış Aşıq Məhrəm Hacıyevdir. Məndən solda əyləşən Ələsgər müəllim Aşıq Ələsgərin nəticəsidir. Bugün Aşıq Ələsgərin adını daşıyan və özü də Ələsgərləşən Ələsgər müəllimdir. Söhbətimizi Zinət nənənin xoş xatirələrindən başlayaq. Zinət nənə onu da deyim ki, Aşıq Ələsgərin gəlinidir, həm də qardaşı qızıdır. Daha doğrusu Aşıq Ələsgərin oğlu Aşıq Talibin həyat yoldaşıdır. Zinət nənə, zəhmət olmasa, nə qədər ağır da olsa, xahiş edirəm Aşıq Ələsgər ocağına qaydaq. Aşıq Ələsgər ocağının o acılı şirinli xatirələrini bir daha nağıllar kimi sözələyək. Və bu mənə elə gəlir ki, sizin də ən böyük xidmətiniz olardı Aşıq Ələsgərin ruhu qarşısında. Siz Aşıq Ələsgəri necə görmürsünüz, Aşıq Ələsgəri necə xatırlayırsınız? Aşıq Ələsgər mənim öz əmimdir. Mən də onun qardaşı gibiydim. 3 il mən ona, amma bəs olsun, bunu demişim. Yaxşı dolanıb, heç nə xəstə olmuyor, mənə xoş olmuyor. Açı, demədim ki, yeni bir qoca deyil. Nə gözü qalmayıb, nə qulağı ağır eşidiyib. İçinirsən bir inyət şeydir, mən onu tapmasam o dəyər olur da. Çox yaxşı dolanır. Əmər 2 ildən sonra xəstələnir, onca gün naxoş olur.
10 günde hoş olup ondan sonra onun da yoldaşı, benim yoldaşım da onun oğlu. Ondan sonra Deyirlər, Aşıq Ələsgərə oxşayan onun nəslində açıq talib imiş. Ümumiyyətlə, Aşıq Ələsgər necə adam idi? Boyu, görməsi, eşitməsi. hele o da o boyda o vardı, hele o oğlundan şahsiyetliydi. Oğlundan yaxşı, çok yaxşı. Ne derip kırmamıştı, ne danışanda yanılmazdı, ne hiçbir sevmesi olmaz, hiç var. Hemeşe de yaşlı o, hemeşe de cavan kimi yaşıyor, ne şunu kimiyiz, ve ne sana bu boyundan şeymiştir. Bir şahs. İslam olandan sonra o. Ha, bir uşaq əhvalat danışırdınız. Deyirdiniz, təzə bir uşaq olanda uşaq necə olub? Yarımçıq doğulub deyirsiniz, Ələsgər onun üstündə oxuyub. Bu əhvalat necə olub Zəhmət Ama olun? dediler ki bu uşaq yarımçıq olanlar. Onu getirer deyip ki onu çindirende ona göster. Onu getirer çindirende, getirer gösterende bu kızın bir emine duvar ne bölümünü yansıdı. Bunda onu çindirdiler. Oğul çağırdı, geldi. Okudan geçti, kurban kesti. Özde kurbanlıktan bir gün kabağı. On dedi geçti, kurban keser. Şimdi yarımcık satıyor. Ama 7 ilmine her yıl bir kurban kesersin. Kurbanlıktan bir gün kabağı. Bak, babam sanıyor, bizim kadar ha, dedi bu. 7 ilmine 7 kurban kesersin. O İslam. Bir də deyəsən, Aşıq Ələsgərin o rəhmətə gedən anı da çox maraqlıdır. Yəni, deyəsən, Aşıq Ələsgər özü deyirmiş ki, mən öləcəm, indidən tədarikimizi görürüm. Onun o son anı necə oldu, zəhmət olmadı? Onun dedi ki, yatanda, nakışlı yatanda, istediler ki doktorundan derman getir, dedi doktoruna hiç oturalım diyor. Getirmeyin. Tedarikimizi görün, özge bir şey demeyin, özge tedarikimizi görün. Onun ne tedariki var, ya ondan sonra bağ, ben tutuldular, evimiz tarafına. Baktı, dedi oldu çok, yapı, bir şey. Dedi şimdi hele ne kadar var, nefere girdiler, onda da nefere girdiler. Alma, yeşili, o, taş götürdüler, yaşlı orası oldular, onu almadı. Hiçbir şeyden kesilmedi. Çok yaşlı. O öləndə necə öldü? Öğrende oğlanları şurada küpen davası da var. Onun davanıyla bu hamsı otururdu, kızları, neneleri, gelinlerle yanında otururdu. Karşı verecek. Bir de dedi ki beşinci oldu. Beşinci oldu derinde dediler ki, orada sokaklar içinde. Dedi, gelsin en profesör. Kendi kızaklar dedi, senin neyin var? Dedi, yok oldu, çağırın geldi. Geldi, Beşir geldi, Kur'an'ı geçti, dedi oğlu oku. O okuyanda her vakit okudu, dedikten ellideler. Her okuyanda dedikten, dedi, emek var, Beşir ağladı. Gözüne yaşı kılında, kardeşim Necip, buranın onun elinden aldı. Necip okudu, bu gözüne Necip okudu. Son vakti, tüm iki ortalık bir elini tarafa sürmüştü, eli burada kaldı. El özündə rəhmətə getdilər. El burada kalanda duvar, misafir verdi. Bu kolun yanında siyasi de var. O ölüm qabağı deyirlər, onun bir ürəyi nar versi. Bu nar əhvalatı necə oldu? Onda o kızı rəhbir qıraq kəndəydi. Saryaqda. Bu gəldi, ondan qabaq dedi ki, nar olsa, nardan mümkün olmadı. Taxpur dəsti gəldi. Gəldi, nar gətirdi. Nar gətirib, onları görəndə, kəsdi hamıya payladı. Biraz aldı, dedi də, bunları deyəmək. Ne diyeyim, onun elini aldım, ki dedim, verirler ki, bu arada fotoğraf olmaz diyor. Ben mermermiştim, İngilizler'de mermermiştim, bak orada. Halice'den evlerle payladı, ondan